Balaca quşun böyük xəbəri. Biri var idi, biri yox idi. Uzaq səhraların kənarında, nar ağaclarının kölgəsində sakit bir kənd vardı. Yaz gələndə ağaclar qıpqırmızı çiçəklərlə dolar, payızda isə meyvəsi o qədər çox olardı ki, budaqları ağırlıqdan aşağı əylərdi. Həmin kənddə balaca bir quş yaşayırdı. Quş o qədər gözəl idi ki, tükləri günəşdə par-par parıldayırdı. Onun digər quşlardan bir fərqi vardı. O danışa bilmirdi. Lal idi. Səhərlər digər quşlar mahnı oxuyar, budaqdan budağa qonub cəhcəh vurardı. Bu quş isə sakitcə uçar, səssizcə budaqlara qonardı. Bəzi quşlar isə ona gülər, lax edərdi. Səsin yoxdursa nə işə yarayırsan, lalım biri lal. Quş isə sakitcə onlara baxar və uçub gedərdi. Bir gün səhrada güclü bir külək qalxdı. Qumlar havaya sovruldu, göy üzü sarı dumanla örtüldü. Kiçik heyvanlar qorxu və təlaş içində tez qaçıb gizləndilər. Balaca quş isə tələsik göy üzünə qalxdı. Uzaqdan nəhəng bir qum fırtınasının kəndə yaxınlaşdığını gördü. O dərhal geri qayıtdı, çünki insanlara bu barədə xəbər vermək istəyirdi. Bunu necə etsin? Axı o danışa bilmirdi. Quş həyəcan içində bir damdan o birinə qondu, qanadlarını sürətlə çırpdı. Sonra kəndin ortasında dövrə vurdu. Amma heç kim onu anlamırdı. Quş tələsmədi. O kəndin mərkəzindəki qoca nar ağacına doğru uçdu və budağına qonaraq var gücü ilə silkələdi. Qırmızı narlar bir-bir yerə tökülürdü. İnsanlar təəccübləndi. Görəsən bu quş niyə belə eləyir? Quş yenə uçdu, yenə qanad çırpdı, yenə ağacı silkələdi. Nəhayət, kəndin gün görmüş, müdrik yaşlı bir qadına dedi. Bu quş boş yerə belə eləmir, gəlin ona izləyək. Hamı quşun arxasınca getdi. Quş onları kəndin kənarına apardı. Onlar uzaqdan gələn qum fırtınasını gördülər. İnsanlar tez sığınacaq taparaq özlərini və heyvanları qorumağa çalışdılar. Fırtına bitəndən sonra kənddə salamatlıq idi. Hamı minnətdarlıq hissi ilə quşa baxırdı. Yaşlı qadın sakitcə dedi. O lal olsa da hamıdan çox şey danışdı. Hə mənim şirinlərim, bəzən sözsüz, sükutuyla danışanlar da olur. Sadəcə onları anlamaq üçün qəlbimizlə dinləməliyik. Nağlımız da beləcə sona çatdı. Göydən çoxlu çiçəklər töküldü. Biri sənin, biri mənim, biri onun, biri bunun, qalanı isə yer üzündəki bütün uşaqların. Şirin şəkər balalar, şirin yuxular. Tanrı olsun sizə yar.